Sualda nə deyir? Molekul qatlıqlar eyni olan duz məhlullarına reaksiyanın tam getməsi üçün barium hidroksi əlavə edilir. Yəni mol sayı önəmli deyil. Hansı qab və ya qablarda elektrik keçiriciliyi eyni olar sualı verir. İndi neyinirik? Deməli, baya yazıram. Natrium 2SO4 üzərinə gəlirik. Barium hidroksid. Barium hidroksiddir də, bəli, barium OH. Aha. Buradan alınır nə? Barium SO4 plus, sığışmadı bura. 2 saniyə. Mən bunun bir yerdə olması lazımdır. Bir yerdə olması lazımdır. Xırda yazaq. Natrium 2SO4 plus barium hidroksid. Nə alınır? Barium SO4 çöküntüsü plus natrium hidroksid. Buradan alınır nə? Alüminium 2SO4 3 barium hidroksid. Nə alınır? Barium SO4 çöküntüsü alüminium OH3. Bu da çöküntü. Bu da çöküntü. Sonra ferum xlor 2 plus barium hidroksid. Aha. Nə alınır? Barium xlorid, bir də ferum OH2 çöküntüsü. Aha. Bir də alınır mis SO4 plus barium hidroksid. Barium SO4 çöküntüsü, mis hidroksid çöküntüsü. Bak burada bu çöküntüdür, amma burada natrium müsbət OH mənfi 2 iyon qaldı. Bir müsbət, bir mənfi iyonu. Hələ saylarını nəzərə almıram. Minimum nəzərə alıram. Burada barium hidroksid çöküntü, burada 0 iyon qaldı. Burada barium xlor 2 iyon qaldı. Yəni müsbət və mənfi yox. Bir dənə barium müsbət, 2 xlor mənfi, 3 iyon. Yəni 1 moldan götürsəm 3 iyon qaldı. Bu çöktü. Burada hər ikisi çöktü, 0 iyon qaldı. Deyir ki, sualda belə verir ki, hansı qab və ya qablarda elektrik keçiriciliyi eyni olar? Burada 2 iyon var, burada 3 iyon var, eyni deyil. Birində çoxdur, birində azdır. Amma 0 olanlarda eynidir. Demək, alüminium sulfat 2-ci qab, mis SO4 4-cü qabda keçiricilik eynidir.